Enis Kirazoğlu'nun oyunu olan Anomaly Present'i oynadım. Oyun piksel art tərzində bir roguelike'dır. Vizual tərzi, effektləri falan hamısı yerli yerindədir. Oyunun özünə gəlsə, əvvəla ilk oyunu oynamadığım üçün müqayisə edə bilməyəcəm. Yalnız öz fikirlərimi bölüşəcəm. Vuruş hissiyatı, kombolar xüsusilə xoşuma gəldi. Tək peri sistemi biraz qəribə gəldi. Yəni tam uyarı gəldiyində basıram, amma animasyonla bir yerdə gəldiyi üçün peri biraz yavaşlayır və xəsarət alır. Bunları bir kənara qoysaq, oyun özünü oynatdırır. Hələ mənim kimi roguelike tərzini sevirsinizsə, bu oyun tam sizə görədir. Məkan dizaynları, düşmən tiplər və dialoqlar super alınıb. İndi oyunlarda mühitə ayrı bir rəng qatır. Məsələn, rəqs eləmək, hədiyyə dağıtmaq və s. və s. Oyunun bəzi mənfi tərəfləri də var. Məsələn, bölümlər biraz uzundur. Uzun olmağı problem deyil. Yalnız verdiyi mükafatlar xəritənin uzunluğuna görə biraz zəif qalır. Sırf buna görə də inkişaf biraz yavaş gedir. Həm avtobusdakı yerləri yüksəltməlisiniz, orağı təkmilləşdirməlisiniz, həm də ki xarakterin özün. Bunlar üçün də ərzaq lazımdır. Oyun da ərzaq az verdiyi üçün inkişaf həqiqətən ləng gedir. Oyunu hələ bitirməmişəm və oynamağa da davam edirəm. Əgər bu janrı sevirsinizsə, şans verib almağa dəyər. Roguelite oyun tərzinə uzaq birisinizsə, oyun sizə görə olmaya da bilər. Kanala dəstək olmaq üçün video bəyənməyi və takib etməyi unutmayın. Təşəkkürlər.